Bir kartına baxan olur. Sən karta inanırsan? Yox, kartı. Sənin yaşın azdır. Elə bir yaş sənə vermək olar ki, 80-85 yaş. Yaşından əvvəl qocalmışsan. Həm qoça xanımsan, boş duranda darıxırsan, sıxılırsan, halın dəyişir. Ancaq ki, yaşdan əvvəl çox tez qocalmışsan. 17-də xəstə olmuşsan, müalicəyə düşmüşsən. Hazırda da hansı cindərə molluya baxıcıya getmişsən, yanlış görsədilir. Çünki sənə olan, sənə gedirsən, gəlirsən, baxdırırsan, deyirlər ki, həyatında cadı əməllər doludur. Xanım, yalandır. Sənin həyatındakilər 40 gün ərzində dəfələrlə demişəm ki, cadı əməl insanın canına 40 gün ərzində keçir. Ondan sonra cadı əməli çıxartdırmaq olmaz. O cadı əməli çıxardırlar ki, o cadı əməl təzə olur. Sənin canında yer eləyibdir. Necə? Sənin canında axır o cadılar yer eləyib. Eşitdinmi? Sən köməkli göstərəcəksin. O sən belinə də təsir göstərir, var bədənində sızıltı verir, başında sıxıntılar olur. Durduğun yerdə əsəb gərginlik səni durduğun yerdə evdə dava salırsan. Hövsələn çatmır, boğulursan, evdən uzaq olursan. Niyə beləsən xanım? Bilmirəm, gecələrim bacım gilə getmişdim dünən yoxuşura. Bu gecə xarab oldum, qayıtdım gəldim, bacım getdim mən, özümdən asıldım. Xarab necə olursan, nəyin xarab olur? Gəlir başıma göynəlti, başım sıxılır, suya dönləm, az qalamcı durum özümü öldürür. Ağırlıq sinədə oturur, sağ dizə keçir, var bədənin belədir, hissə. Gəh başda olur, gəh ayaqda olur, bədənində, gəh isti tər basır, gəh soyuq. Haldan hala düşürsən. Sən heç özünə baxırsan ki, sənə 63 yaş vermək olmaz. Sənə vermək olar 85-90 yaş. Niyə bu gündəsən? Şəhidəm, bacımın 75 yaşı var, ən böyük. Yəni... Qardaşlarım qardım ölüb, bir ildə 3 bacı qardaş öldürmüşəm. Ancaq onların gəldiyi mən bu sıxıntımdan yüngüldür. Səndə çoxdan olubdur, dəfələrlə, həyatın da çətinliklərlə keçibdir. Yoldaşın da rəhmətə gedibdir. Özün narahat insansan, qoçaq adamsan. Çətinliklərin bağlılıq olubdur. 5 ay bundan əvvəl getdiyin cindərlər sənə heç bir kömək eləməyib, heç bir təsir olmayıb. Axır durmuşsan, indi heç bir cindərə baxıcıya, molluya getmirsən. Ümidin üzmüsən, hazırlaşırsan köləsən. Ümidin üzmüsən. Bir dənə sən nəzərdə tutmuşamdırsa. Çünki sən 3 gün bundan qabaq TikTokda bir dənə gəlini xilas elədin. O banka var idi, yataq bankası. Ona mən izlədim, ondan götürdüm. Hamının istəyəni də var, istəməyən də var. Allah istəsin insanları. Bəndə pis insanlardan Allah hamını qorusun. Allah hamıya kömək dursun.